Yaxın Şərqdəki Amerika Birləşmiş Ştatları əskərlərinin sayı bəlli oldu. Nəhəng ordu İrana hücum etmək əmrini gözləyir. Hazırda Yaxın Şərqdə yerləşən Amerika qoşunlarının sayı 50 mini keçib. Bu barədə New York Times nəşri mənbələrə isnadən məlumatlar təqdim edib. Nəşr bildirir ki, 2500 dəniz piyadası və daha 2500 dənizçinin gəlişi ilə Yaxın Şərq bölgəsindəki Amerika əskərlərinin sayı 50 mindən çox olub. Bu bölgədəki daimi əskər sayının 10 mindən daha artığını göstərir. Nəşrin məlumatına görə paraşütçülərin yeri məlum deyil, lakin onlar İranın əhatə dairəsindədirlər. Qeyd olunur ki, təxminən 40 min Amerika Birləşmiş Ştatları əskəri Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, İraq, Suriya, İordaniya, Birləşmiş Ərəb Əmirliyi və digər ətraf ərazilərdəki bazalarda və gəmilərdə daimi olaraq yerləşdirilib və onlar hər an hücuma başlamaq üçün müvafiq əmrlərin verilməsini gözləyir.